fırıldaq mollacıqlardır da hamısı. Güya bizdə din xadimləri nə ilə gündəmə gəlirdilər? Bəlkə bir xeyirxah əməlləri ilə gündəmə gəliblər, bəlkə bir yetimə əl tutmaqları ilə gündəmə gəliblər. Bəlkə qazilərə dəstəkləri ilə gündəmə gəliblər, şəhid balalarının yanında olmalarla gündəmə gəliblər. Biri az yaşlıya təcavüz eləyir, gündəmə gəlir. Biri, nə bilim, hansısa məscidin imamı da gündəmə gəlir, 16 yaşlı qız. Heç bu qızın üzünü niyə bağlayıblar? Qız onsuz da TikTok sosial şəbəkəsinin ulduzudur. Orada qəşəng canlı yayımlar açır, başlayır orada danışmağa, öz həyat hekayələrindən danışırlar və biz də oturub bunların bu gözəl 35 yaşlı axundun 16 yaşlı qızı qaçırmasını anı-ban izləyirik. Bütün həyatları artıq bir neçə gündür ki, hələ araya belə deyək ki, o İran-İsrail müharibəsi düşməsəydi, az qalacaqdıq, toylarını da özümüz eləyək yəni. İndi burada belə geniş müzakirələrə səbəb olur. Yəni sonuçta bugün din adı altında o oyundan çıxırlar dediyimiz insanlar budur da. Yəni bu demək olar ki, bizim hər həftə gördüyümüz, izlədiyimiz proseslərdir. Ona görə də bundan şoka düşmək lazım deyil. Çünki o adamın özü ümumiyyətlə bilmir din nədir. O adamın özü bilmir ki, 16 yaşlı birisinə ailə həyatı qurulmasına icazə verilmir Azərbaycan konstitusiyasının qanunvericiliyi ilə bu qızın 18 yaşı olmalıdır. Yəni bunlar öz ehtiraslarının, şəhvətlərinin arxasınca gedən dini darlardır.